Vətəndaşlar görülən işdən məmnundur. Çox sağ olsunlar, görülən iş göz önündədir. Media TV Azmedia qrupu 15 dekabr 2025-ci il tarixində Ağcabədi rayon kommunal xidməti və Mənzil İstismar İdarəsinin fəaliyyəti haqqında yayımladığı xəbərdən sonra idarənin rəhbəri Ədalət Abbasov məsələyə operativ yanaşaraq baş vermiş nöqsanları aradan qaldırmışdır. Ağcabədi rayon Taxta Körpü qəsəbəsi ərazisində zibil qabları yenilənmiş və digər ərazilərdə boçkalar götürülərək zibil qabları ilə təmin edilmişdir. Kanalımıza müraciət edən vətəndaşlar Ağcabədi rayon kommunal xidməti və Mənzil İstismar İdarəsinin rəhbərliyi başda olmaqla bütün heyətinə görülən işə görə minnətdarlığını bildirir. Media TV Azmedia qrupu olaraq hər zaman həqiqətləri qərəzsiz və tərəfsiz sizlərin diqqətinə çatdırmaq bizim peşə borcumuzdur. Ağcabədi rayon Mənzil Kommunal İstismar İdarəsinin əhatə elədiyi ərazilərdir qəsəbə arası. Özünüz görürsünüz, təmizlik yerində, səliqə, səhman. Hər şərait düzəldilibdir, küçə araları təmiz vəziyyətdə. Yəni 15-i 12-ci ay tarixdə paylaşdığımız çəkiliş hara, indiki çəkiliş hara. Fərqli bir mənzərə ilə razılaşmışıq. Təşəkkür edirik. Allah Ədalət müəllimi qorusun. Bizə köməkdarlıq edən Şəmsi müəllimə və İlham müəllimə öz minnətdarlığımızı bildiririk. Həm Media TV adından, Media TV rəsmi internet kanalı rəhbərliyi adından, həm də ki cəmaət adından, əhali adından öz təşəkkürümüzü bildiririk.